Sağdakı nişana diqqətlə, Abdülələ. Ox işarəsidir, üzərindən xətt çəkilir. Bu 5.6 nişandır, bir tərəf yolun sonu deməkdir. Yəni bu iki zolaq bir tərəf yol idi. Artıq yol ayrıcından sonra yol iki tərəfli olacaq. Yəni sağ gediş olacaq, sol gediş olacaq. Bu istiqamətdən düz getmək olmaz. Bu istiqamət düzünə öz zoluna düşə bilərsən. Yuxarıdakı nişanlara diqqətlə, ən yuxarıdakı nişana bax. Ox sağdan soladır. O dönməyi bildirmir ha, bizə ki buradan soladır. Yox. O axının istiqamətini bildirir. Bildirir ki, o yol bir tərəf yola çıxış nişanıdır. 5.7.1, 5.7.2 nişanları istiqamətindən asılı olaraq hərəkət səsinin axını bildirir. Yəni bir tərəf yola çıxış nişanıdır. Altındakı stop nişanı qüvvədən düşür, çünki işıq for işləyir. Onun altındakı get, məcbur ki, istiqamət nişanları bura keçsin, bax, görsən gəldi, keçdi. Bu isə məcbur düzən nişanı. Yəni sən düzünə, bax, o istiqamətdə və sola gedə bilərsən. Sola dönərkən də oradan gələn maşınla traktor kəs-kəsə ona yol verməliyik. Dön, düş. Aferin, əlini üzət. Sağın yanına keç biz o sağa. Aydındır. Bax, bu isə avtobus olan nişanı. 5.9 nişandır. Bildirir ki, bura avtobus oladır. Əgər 40-40 xət olsa, sağa dönmək məqsədin 40-40 xətdən girib, sağa dönə bilərik. Və yaxud da 40-40 xətdən daxil olub, adam bindirib, düşürdə bilərik. Sonra 40-40 xətdən çıxmaq lazımdır. Girərkən 40 xət, indi burada bütöv qoy. 40 xət sən tərəfdə olmalıdır. Çıxarkən də, yəni içəridə olmalı 40-40 xət ki, içəridən çıxa bilərsən. Aydın dostum. İndi işıqların qırmızı şuna açmışıq və qarşıya doğru gedəcəyik. Uğurlar olsun. Əllərlə düzgün işləyib, stop istiqamətində. Şəhərin tam mərkəzindəyik. Davam edək.